möhtəşəm maç başlanır. Heyətlərdən danışdım. Şəmsəddin heyətlər əlbəttə dönəcəyik və sadalayacaq heyət, amma indidən sadəcə deyim ki, hər iki komandanın start heyətində Avropa kubokları maçları ilə müqayisədə bəzi dəyişikliklər var. Bir qədər intisarda qalın. Amma deyim ki, Qəbələdə çoxdandır görünməyən bir sima start heyətində yer alacaq və həmçinin də itkilər də var. Daha çox da bu Qəbələyə aid eləmək olar. Bir qədər əvvəl reportajın əvvəlində Rüstəm sən bildirmişdin ki, Qarabağ keçən mövsüm qızıl dubla imza atmışdı, amma etiraf edək ki, həmin qızıl dubla imza atan futbolçular bu heyətdə heç də hamısı deyil. Bu barədə reportaj ərzində məlumat verəcək. İndi isə gəlin komandalarımızı alqışlayaq və həm Qəbələyə, həm Qarabağa uğurlar arzulayaq. Sayca 24-cü Azərbaycan çempionatı onlar üçün başlayır. Komandalar meydan kənarında düzülüblər artıq indi bugün bu dəqiqə qonaqlar meydan sahibləri. Temini də Qəbələ şəhər stadionunda səsləndi və bu oyunun başlanmasına çox az bir vaxt qalıb, lakin onu da bildirək ki, bu oyundan öncə birinci turun ümumən bütün oyunları başlanmazdan öncə bir dəqiqəlik sükut elan olunur və Azərbaycan futbolu böyük bir itkiyə üz verib. Ötən gün bu barədə danışmışdıq. Təəssüf hissi ilə bir daha bildirməliyik ki, Azərbaycan futbolunun ən məşhur simalarından biri Mübariz Zeynalov dünyasını dəyişib və bu səbəbdən də Azərbaycan 24-cü Azərbaycan çempionatının birinci turunun bütün oyunlarında bir dəqiqəlik sükut elan olunur. Biz də Mübariz müəllimin yaxınlarına başsağlığımızı çatdırırıq. Allah rəhmət eləsin deyirik. Hazırda isə gəlin komandaların heyətlərlə tanış olaq və meydan sahibi Qəbələ komandasından başlayırıq. Qapıda 22 Dmitri Bizatosni, 3 Vyacheslav Stankoviç, 4 Elvin Camalov, 6 Rəşad Sadiqov komandanın kapitanı, 9 Sergey Zhenyov, 10 Luis Ilario Dodo, 11 Asif Məmmədov, 19 Aleksey Qray, 21 Arif Daşdəmirov, 34 Urfan Abbasov, 44 Rafael Saltas. Komandanın baş məşqçisi Roman Grigorchukdur. Komandanın kapitanı isə Luis Ilario Dodo'dur. Üzüm istəyirəm bir qədər əvvəl Rəşad Sadiqovu qeyd etmişdim. Xeyr, Luis Ilario Dodo təbii ki, komandanın ən təcrübəli futbolçularından biri. Və hazırda Mübariz Zeynalov adresi Qəbələ şəhər stadionunda bir dəqiqəlik sükutla yad oldu. Azərbaycan futbolunun veteranlarından biri Mübariz Zeynalov 1966-cı il bürünc mükafatçısı bir dəqiqəlik sükutla yad olundu. Qarabağın heyətini tanış edirik. Qapıda 13 İbrahim Şehiç, 2 Qara Qarayev, 9 Reynaldo Silva, 14 Rəşad Salıbov, 18 İlqar Qurbanov, 20 Richard Almeida, 25 Ansi Agolli, 29 Raydel Kupov, 55 Mədani Hüseynov, 67 El Hərbi El-Qanovi, 91 Coşkun Qurbanov. Start heyətlərində dəyişiklikləri biz gördük Şəmsəddin. Qəbələdə diqqəti cəlb edən məqam Elvin Camalov bu mövsüm ilk dəfə start heyətində yer alması da Avrokuboklarda maçda meydançaya çıxmamışdı. Qarabağda isə Danik Kintananın ehtiyatda qalmasını qeyd eləməyə dəyər. Heyətlər barədə reportaj ərzində biz danışacağıq, amma gəl Rüstəm bu oyunu idarə edən hakimlər briqadası ilə də tanış olaq. Baş hakim Əliyar Ağayevdir. Ekranlarımızda məhz onu indi görürük. Onun köməkçilərinə gəlincə isə Azər Əskərov və Coşqun Əsənov yan xət hakimləridir və ehtiyat hakim Rəvan Həmzəzadədir. AFFA nümayəndəsi bu maçda Ramiz Mustafayevdir, hakim inspektor Rövşən Əhmədov. Hər iki komandaya üzr istəyirəm. Üzr istəyirəm. Baş hakim Əliyar Ağayev. Almeyda cinahı dəyişir. İlqar Qurbanova o topun gəlməsini gözlədi. Komanda yoldaşlarını axtarır. Puponu qoşmağa çalışdı oyuna, amma Asif Məmmədov ötürmənin qarşısını aldı.
Uzun bir ötürmə solcuna Hansa Goya topu qəbul edir cərimə meydançasında, amma onunla mübarizədə Qəbələ komandasının müdafiəçisi qalib ayrılır, amma hücum elə dəf edilmir və indi qapıya zərbə indirilə bilər. Və az qala Qarabağ hesab açacaq idi. Bir rikoşet gözlənilməz sıçrayış, son anda mən görə də bilmədim, qapıcı diyorsun, müdafiəçi topu qapı xəttindən çıxaran yığmağa çalışdı. Rüstəm Əlhərbi idi bu, sağdan sola tərəf meyillənmişdi, amma hücum yarımçıq qaldı. İndi Elvin Cəmalovla Qəbələ öz hücumunu qurmağa çalışır. Zenyov bir hərəkətlə oynamağa çalışır. Top yenidən Zenyova çatdı. Çox təhlükəli ötürmə Asif Məmmədov. Gol vurmaq var Asif Məmmədovun zərbəsi və son anda Bədavi Hüseynov topa toxundu mu? Toxunmadı. Hakim qapıdan zərbə təyin elədi. Burada oyundan kənar vəziyyət də sanki var idi. Gəlin izləyək. Yox, offside yox idi. Oyundan kənar vəziyyətdə söz gedə bilməz. Sonuncu toxunuş Asif Məmmədovdan gəldi. Topu qəbul edərkən müvazinəti itirdi Asif Məmmədov və imamlı zərbə endirə bilmədi. Bədavi Hüseynov da burada oyunu qeyd etdi. Hücumlardan sonra təhlükəni soruşturmaq və qara iş görməkdir. Əhsən Elvin Cəmalov'u unutmayaq ki, Reynaldo Azərbaycan çempionatının ən sürətli, ən texnikalı futbolçularından biridir və belə vəziyyətdə ona çatıb topu ondan almaq hər bir futbolçunun işi deyil bizim çempionatda, amma Elvin Cəmalov bunu bacardı. Tək toxunuşla Rafa Santos topun qarşısını yenidən kəsdi və indi Qarabağ ikinci zərbəsi yerinə yetirəcək. Çox təhlükəli hücum idi. Coşqun bir anlıq tək qalmışdı sol cinahda və Puponun da açıldığını gördü. Ona doğru ötürmə verdi. Bir metre çatmadı ki Pupon topu qapıdan keçirsin, diqqət yetirək. Hətta epizodda ekranda izləyirik. Burada avtogol da qeydə alına bilərdi, amma hər şey ikinci zərbəsilə yekunlaşır və Qarabağ ikinci zərbəsini yerinə yetirdi. Reynaldo'dan bir qədər əvvəl qeyd etmişdi ki, Qəbələdən standart vəziyyətlərdən təhlükə gözləmək lazımdır, amma budur Qarabağda sanki bizə cavab olaraq bu hücumla deyir ki, Qarabağın da heyətində standart vəziyyətlər təhlükəli ola bilər. Zərbə edir Reynaldo'nun ifasında, uzaq 3-cüyə, uzaq 9-luğa, amma bir qədər Təbii ki, Qurbanovun onu orada oynatmaq qərarından sonra baş verdi və biz görürük ki, İlqar Qurbanov heç də həmin mövqedə pis təsir bağışlamır. Cərimə zərbəsini yerinə yetirməlidir indi Qəbələ komandası. Topun arxasında Arif Daşdəmirovdur. Məhz əksər standart vəziyyətləri Qəbələnin heyətində bugün bu futbolçu yerinə yetirir. Cərimə meydançası xəttindən 1 metr kənarda futbolçular qərarlaşıblar. Cərimə meydançası mərkəzinə ötürməyə başladı zərbə. Növbəti cəhət isə İkinci dəqiqələr Qəbələnin hesabına keçirir. Nəhayət gözlədiyimiz an baş tutur. Qəbələ bu oyunda ilk golu vuran komanda olur və bu golun müəllifi Sergey Zinyov. Cərimə zərbəsindən sonra Qəbələ futbolçuları cərimə meydançasında mübarizəni davam etdilər və ekranda 50-sindən vuran Sergey Zinyov'un növbəti qarşılıq Şəmsəddin bir neçə dəfə biz bunu qeyd etdik. 200 cərimə zərbələrindən sonra Qarabağın cərimə meydançasında qarışıqlıq yaranırdı. Bir neçə dəfə təhlükəli vəziyyət yaranırdı və bu da məntiqi nəticəsini verdi. Qəbələ bir sorundadır. Bu qarşılıq nəticəsində bir anlıq Zinyov qapıcı şeziklə izdə qaldı. Bu halın şahidi olmuşdur. Təxminən 10 dəqiqə bundan əvvəl həmin anda Şehiç 2 halda komandasını real goldan xilas etdi, amma bu dəfə Şehiç nə edə bilərdi? Bunu əvəzləyəcək. Rəşad Sadıqova biz görürük ki, Qarabağın kapitanı nədənsə narazı idi. Kiməsə deyəndə bunu artıq mən dəqiq deyə bilərəm. Qara Qarayeva. Narazı kapitan kimlər öz yerini 4-cü hakim Asif Məmmədov əvəzinə Samir Zərgərov meydançaya daxil olur və sol cinahda öz yerini tutur. Əfan İsmailov isə Əlhərbi Əlicadoyini əvəzlədi. Hal-hazırda ekranda gördüyümüz iki futbolçu. Hər iki komanda ikinci hissəyə oyuncu dəyişikliyi ilə başladı. Start verildi ikinci hissəyə. Bu vaxtdan səmərəli istifadə etməyə çalışır. İndi hücumda Qarabağ sol cinaha top ötürülür. Cərimə meydançasında top göndərilir. Reynaldo zərbə indirilə biləcəkmi? Olduqca gözəl hərəkətlər. Və künc zərbəsi birgə köməkləşərək Elvin Cəmalovla Rafa Santos topu meydançadan çıxarmağa bacardılar. Reynaldo da cərimə meydançasında qəbul eləmək, top qəbul eləmək, qoymaq olmaz istənilən komandaya. Orada çox təhlükəlidir. Hətta ən bir ümidsiz vəziyyətdən belə nəsə çıxarmağa çalışır. Görür ki, az qala Santos avtogol müəllifi də ola bilərdi.
Fransman topun arkasındadır. Üçüncü nöqtəsində onun uzaq güncə, uzaq direğe götürməsini Bezatos'un çıxışda səhvsiz oynuyor. Epizodun dəqiqəsində biz açıq-aşkar gördük ki, rəqibin ayağını oynamışdı. Qəbələ hücumda da ötürmə edilir, qapıya zərbə və Şeyh topu tutur. Rəşad Sadıqovdan getmişdi Şeyh tərəf. Təhlükə yarandı herhalde. Qarabağın qapısında bir qədər temp arttı bu son iki epizodda. İndi Əfran İsmail topu Qəbələyə qədər xeyli vaxt istirdi və Qəbələli futbolçular öz yerlərini tutdular. Almeyda en yakında Qarayev oynamaya çalışır. Dodo pressing edir və bu bəhrəsini verir. Rəşad Sadıqov, Camalov. Maraqlı oyunları dəyişmək. Dinleyemiyor. Zinyov, təhlükəli Zinyov. Dinleyə bir müdaxiləsi var. Out. Saygov çok güzel ötürmə Zinyov. Təhlükəli Zinyov'un zərbəsi və hakim üçüncü nöqtəsini göstərir. İbrahim Şeyh xilas elədi bu epizodda Qarabağı Real Goldan. Rəşad Sadıqovun bu cür hiləgər ötürmələrinə biz alışmışıq. Hələ Neftçidə oynayarkən bu cür onun hiləgər ötürmələrini tez-tez görmək olardı və indi də olduqca gözəl bir şəkildə Zinyova topu göndərdi. Azacıq mənə gəlir ki, burada Zinyova sürət çatmadı. Həmçinin əlbəttə Çağcın axtan İlqar Qurbanov tapır. İlqar Qurbanov başını qaldırdı, komanda yoldaşlarına baxdı. Cənab Mendesin yalnız Pupov var, ona ötürmə eləmək olar. Ön dirək tərəf açılır. İlqar Qurbanov uzaq küncə ötürmə verməyə çalışdı. Burada Samir Zərgərov ani ehtiyatsızlıq eləsə də ehtiyatsızlıq elədi və qaydanı da pozdu. Əliyar Ağayev penalti nöqtəsini göstərir. Sarı mələqə də Samir Zərgərova mütləq baxmaq lazımdır bu epizodun təkrarına. Çox adi epizodda Qəbələ öz qapısına penalti gətirdi, mən deyərdim Samir Zərgərov. Tamamilə razıyam Rüstəm və mən qeyd edərdim ki, burada təhlükəli oyun zənnimcə var idi. Çünki epizodun təkrarında biz bunu görəcəyik. Rəşad Sadıqov indi çox kəskin bir şəkildə hakim Əliyar Ağayeva öz etirazını bildirir. Biz səbirsizliklə indi bu epizodun təkrarını gözləyirik və izləyirik. Bu aşkar qayda pozulsa əlbəttə Samir Zərgərov topu sinəsilə qəbul edərkən xeyli vaxt itirdi. Agoli pressing elədi və üstəgər ayaqla zərbə də var idi, topa deyildi. Rəqib futbolçuydu, yəni hakimin qərarını haqlı saymaq olar. Richard Almeyda topun arkasındadır. Bizatos'la yoxsa Richard Almeyda. Hakimin işarəsi gəlir. Almeyda qapçıya baxır, topa baxır. Zərbəsi verilir. 1-1. Qəbələ Qarabağ oyununda hesab bərabərləşir. 1-1. Golun adı Richard Almeyda'dır. Ustalıqla yeni yetirdi penalti zərbəsini, heç bir şans vermədi Dmitri Bezatos'ya. Qəbələ stadionda bir sükut çöktü. Əlbəttə komanda hesabda 1-0 öndəydi, amma Qarabağ bərabərliyi oyunun 62-ci dəqiqəsində bu ekranlarda gördüyünüz futbolçu Richard Almeyda ilə yaxalaya bildi. Düşünürəm ki, hazırda Qəbələ komandasının baş məşqçisi Roman Grigarchuk peşman hissi ilə Samir Zərgərova baxır və düşünür axı mən niyə onu ikinci hissədə meydana buraxdım. Bəlkə bir qədər geç buraxardım. Hər bir futbolçunun başına gəlir belə. Amma özü səhvə yol verdi Samir Zərgərov, özü də heç etiraz eləmədi. Rəşad Sadıqov Dodonu tapır, Dodo qarşısında İlqar Qurban. Orada amansız mübarizə getdi topu uğrunda. Top Qarabağda qaldı. Rəşad Sadıqov düz yan xəttin üstündə Qarayevə qarşı Köbud oynayır və qırmızı vərəqə. Biz bu dəqiqə Rəvan Sumqayıt maçındakı qırmızı vərəqədən danışmışdıq. Bu çempionat qırmızı vərəqələrlə başladı. Rəşad Sadıqov oyunun 74-cü dəqiqəsində Qarayevə qarşı elədiyi hərəkətə görə qırmızı vərəqə alır. Bizim oturduğumuz mövqedən xeyli məsafə uzaqdır, ona görə böyük səbirsizliklə təkrarı gözləyirik. Əlbəttə Rüstəm, narahat olmayaq, biz uzaqda olsa da hörmətli tamaşaçılarımız bu oyunu bir daha qeyd edək ki 12 kamera qeydə alır və onlardan indi ən yaxşı rakursa malik kameradan biz həmin epizodun təkrarını gözləyəcəyik, görəcəyik və səbirsizlə həmin epizodu gözləyirik. Budur. Burada nə baş verdi? Digər kameradan görüntü. Bir qədər anlaşılmaz qaldı düzü. Daha sonra nə baş verdi? Və dərhal qırmızı vərəqə mi buna görə göstərildi Rəşad Sadıqova? Rəşad Sadıqovun hər hansı bir etirazı yox idi. Əliyar Ağayev məhz kobudluğa görə qırmızı vərəqə göstərdi, amma düzü bu vərəqə qırmızı rəngdə deyildi. Bu epizod ən azı qırmızı vərəqəli təsiri bağışlamadı. O dəfələ mübarizə aparacaq son 15 dəqiqəni. Qəbələ Rəşad Sadıqov meydançadan
Çıxarılsa, uzaqlaşdırılsa da azarkeşlər onu alqışlarla qarşılayırlar. Mən də sənin bildirdiyin fikirlə razıyam Rüstəm. Bu xeyli Qarabağ müdafiəsini narahat edə bilib. Topun arxasında Arif Daşdəmirovdur. Bu oyun ərzində artıq ancaq biz onu görürük. Standart vəziyyətləri yerinə yetirərkən hakim işarəsi gəlir, ötürmə yerinə yetirildi. Qapıya zərbə, top qapının üstündən keçir, amma olduqca maraqlı bir epizodun şahidi olduq. Rafael Santos hücuma qoşulan Braziliyalı müdafiəçi indi bu hücumu künc zərbəsindən sonra başla zərbə ilə başa vurdu, top qapının üstündən keçərək meydanı tərk etdi və dərhal da bizə Roman Qriqorçukdan fərqli olaraq futbolçularına hər hansı bir tapşırıq vermir, sadəcə sakit oyuna baxır, qapıya zərbə indirilir və ikinci gol Qəbələnin qapısından keçir. Bu topun da müəllifi Richard Almeida olur. Penaltini yerinə yetirdi, sonradansa çəkinmədi, oyunu üzərinə götürdü. Bir xeyli irəlilədikdən sonra sol ayağıyla qarşılanma zərbə indirir. Zərbə o qədər də qüvvətli değildi, amma ən əsası odur ki, dəqiq oldu. Bizatos da həmin topu görmürdü. Düşünürəm ki, səbəb budur və bunun nəticəsində Bizatoslu topu tordan çıxarmalı oldu. Bax, belə bu gol vurulur. Bax, belə qələbə Qəbələnin əlindən gedir. Oyunun əvvəlində üstün durumdaydılar. Sonradan heçəçə oldu və yekunda bax bu şəxs Richard Almeida'nın ucbatından Qəbələ öz azarkeşlərini bu oyunda düşünürəm ki, sevindirə bilmədi. Əsəbləri də kilovlamaq çox çətindir. Belə ki, Qarabağ olduqca çətin bir görüşdə dönüş yarada bilir. Öncə məğlub durumdaydı, sonradansa iki top vura bildi. Topu düşəcə o verir və Rəşad Sadıqov, Qarabağın kapitanı, Qarabağın müdafiəsinin dayağı bu cür vəziyyətdə inanılmaz bir səhvə o verir və imkan yaradır ki, Qəbələ doğma meydanda məğlubiyyətdən ola bilsin yaşam qarsın. Gol müəllifi bilirsiniz kimdir? Gol müəllifi penaltini qazanan Samir Sərgərov olur. Beləliklə hesab 2-2 olur. Qəbələ 2, Qarabağ 2. 87-ci dəqiqədə bərabərlik golu Qəbələdən gəlir. Kobud bir səhv, inanılmaz bir səhv. Bəlkə də karyerası ərzində bağışlanmaz bir səhvə imza atır Rəşad Sadıqov. Bax, beləcə topa toxunur. Düz topu Samir Sərgərovun qarşısına atır ki, Samir Sərgərov da o mövqeydən topu qapıya göndərməmək çətin idi. Göndərmək çətin idi, nəinki gözündə. Qəbələ Qarabağ oyununu izləyirik, izləməkdə davam edirik. Oyuna kar vəziyyət yoxdur. İlqar Qurbanov qapıya zərbə, top düz. Dmitri Bizatos'un əlinə gəlir. Heç nə eləmədi Dmitri Bizatos'da. Sadəcə yerində durdu və top düz onun əlinə gəldi. Amma İlqar Qurbanov topu hər hansı bir qapının küncünə yönəltsəydi, kim bilir orada nə olacaqdı? Heç kim bilmir, yəni futbol sevərlərimizə çox maraqlıdır. Yeri gəlmişkən əsas vaxtda 3 dəqiqə əlavə olunur və Qarabağ indi bu 3 dəqiqənin düşən hücumda keçmək niyyətində Rəfan İsmailov gəlmə meydancasındadır. Ansiya golü yerli ödülmə, qapıya zərbə olacaqmı? Alacaq hərəkətlər Reynaldo'dan. Bu nə oyundur? Bu inanılmaz bir oyundur. Bu Azərbaycan çempionatıdır. Bəli, bizdə belə oyunlar var, olur və inanırıq ki, olacaq. Reynaldo mükəmməl hərəkətlər, Reynaldo inanılmaz hərəkətlər. Gəlin bir daha bu hücumu izləyək və afərin Qəbələ müdafiəsinə sona qədər mübarizə apardılar, təslim olmadılar və yekunda bu hücumun qarşısını kəsdilər. Amma bu oyunun, bu qonaq Qarabağın sonuncu hücumudur. İzləyirik. Qara Qarayev qapıya zərbə vurmaq olar. Zərbə indirilir, top qapının üstündən keçir və bununla da sadəcə 24-cü ölkə çempionatının mərkəzi qarşılaşması, ölkə çempionu, ölkə kubokunun sahibi olan Qarabağ və Qəbələ arasında görüş başa çatır. Qəbələ şəhər stadionunda keçirilən bu oyunun nəticəsi 2-2 olur.